Peterin 1-ci məktubu. 2-ci fəsil. Beləliklə, hər cür pisliyi, hiləni, ikiyüzlülüyü, paxıllığı və hər cür böhtançılığı üzərinizdən atın. Anadan təzə olmuş çağalar kimi pak ruhani südə suyun ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız. Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır. Diri daş və seçilmiş xalq. İnsanların rədd elədiyi, amma Allahın qiymətli sahib seçdiyi diri daşa, Rəbbə yaxınlaşaraq, özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsi ilə Allaha məqbul olan ruhani qurbanlar təqdim eləyəsiniz. Çünki müqəddəs yazıda yazılıb, budur, Siyonda bir daş, seçilmiş, qiymətli bir güşə daşı qoyuram. Ona iman eləyən kəs əsla utandırılmaz. Beləliklə iman eləyən sizlər üçün bu daş qiymətlidir. Amma iman eləməyənlər üçün bənnaların rədd elədiyi daş güşə daşı olub. Büdrəmə daşı və yıxma qayası da oldu. Onlar kəlama itayət eləmədikləri üçün büdrüyür və onların təyinatı budur. Amma siz seçilmiş nəsil, padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan eləmək üçün seçilmişsiniz. Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almışsınız. Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani etirazlardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiz. İmanlı olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik eləyən adamlar kimi təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə eləyib, Allahın onlara yaxınlaşdığı gündə onu izzətləndirsinlər. Rəhbərlərə tabi olun. İnsanın yaratdığı hər quruma Rəbb naminə tabi olun. Həm ali hakimiyyət olduğuna görə padşaha, həm də pislik eləyənləri cəzalandırmaq, yaxşılıq eləyənləri də tərifləmək üçün onun tərəfindən göndərilən valilərə tabi olun. Çünki Allahın iradəsi yaxşılıq eləyərək axmaqların cahilliyini susturmanızdır. Azad insanlar kimi yaşayın, amma azadlığınızı pislik eləmək üçün bəhanə saymayıb Allahın qulları olaraq yaşayın. Hamıya hörmət eləyin. İmanlı bacı-qardaşları sevin. Allahdan qorxun, padşaha hörmət eləyin. Ey xidmətçilər, yalnız xeyirxah və mülayimlərə deyil, zalim ağalarınıza da tam ehtiramla tabi olun. Əgər biri Allah qarşısındakı vicdan naminə haqsız yerə əzab çəkib kədərə tab gətirirsə, bu tərifə layiqdir. Axı elədiyiniz günahlara görə döyülsəniz və buna dözsəniz, bu sizə nə şərəf gətirər? Amma siz yaxşılıq elədiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir. Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də onun izi ilə gedəsiniz. O heç bir günah eləmədi. Ağzından hiylə sözü çıxmadı. Onu söydülər, o isə cavabında söymürdü. Əzab çəkərək heç kimi hədələmirdi. Əksinə, ədalətli hakimə özünü təslim elədi. O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salihlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız. Hamınız qoyun kimi yolunuzu azmışdınız. İndi isə canınızın çobanına və nəzarətçisinə tərəf döndünüz.